Herkese salam. Bugün sizlerlə 8-ci sinif İngilis dili dərsindən səhifə 46 reading işləyəcəyik. Yəni bugün mətn oxuyacağıq yəqin ki. Gəlin birinci tapşırığımıza keçid alaq. Dear walk around, yaz və talk to your classmates. Sinif yoldaşlarına danış. Find someone who. Tap ki, kimsə has read today's weather forecast. Bugünün hava məlumatını oxuyub. Loves rainy weather. Kim ki yağışlı havanı sevir. Enjoys cold winters. Soyuq qışı sevir. Knows that weather will be like tomorrow. Bilir ki sabah hava bu cür olacaq. Is afraid of thunderstorms. Tufandan qorxur. Has stayed in the rain for fun. Əyləncə üçün yağışda qalır. Bunu təbii ki sinif yoldaşlarınızla edəcəksiniz. Tapşırıq 2 oxuyaq. Baxaq. Read the headlines of the news stories about weather conditions and discuss the questions with a partner. Deyir ki, burada mətnlər verilib 4 dənə. Onları oxuyacağıq. Hər mətnə uyğun hansı variant gedirsə onu uyğunlaşdıracağıq. What do you think each story is about? Nə düşünürsən hər story, hər hekayə nə haqqındadır? A-da yazıb the coldest season of the last 10 years. Yəni ki, keçmiş 10 il axırıncı 10 il ərzində soyuq hava, soyuq fəsil. Strong winds have changed the plans. Güclü küləklər planları dəyişdi. A cold start for the day. Gün üçün soyuq başladı. Plants are trees will enjoy the rain. Bitkilər və ağaclar yağışdan həzz alacaq. Most parts of country are covered with water. Şəhərin, ölkələrin çox hissələri su ilə əhatə olunacaq. Heavy rain over very short periods cause damage. Qısa müddətli olan yəni ağır, qısa müddətli davam edən ağır yağışların zədə, yəni damage zədələr deməkdir. Nələrə səbəb olduq. Burada sözlərimiz var. Deməli, widespread var. Və cancel var. Uşaqlar, widespread geniş yayılmış deməkdir. Azərbaycan dilində birinci yazım. Geniş yayılmış. Qısa yazdım. Cancel da ləğv etmək deməkdir. Təxirə salmaq. Widespread happening in many places. Çox yerlərdə baş verməsi, yəni geniş yayılmış. Cancel to decide that an organized event will not happen. Organize edilmiş hadisənin baş verməmək qərarı. Burada mətnləri oxuyuruq və tapşırıq 2-dəki o oxuduğumuz A-dan D-yə qədər olan variantları qeyd edəcək hər bir paraqrafa. Oxuyum. Uşaqlar, tərcümə eləməyəcəm. Yəni, burada tərcümə eləyəcəm necə? Bütün mətni yox, sadəcə bir mətni oxuyacam, məzmunu deyəcəm. Çünki belə vaxt gedir, mən əlavə şeylə istədim, baxım görüm, əgər çatdırsam, 2 dənə mövzusunu izləyəcəm. Ona görə də yorumlarda linçləməyin ki, tərcüməni bilmir. Təbii ki, tərcüməni bilirəm. Sadəcə vaxt getməsin deyə bunu etmirəm. İstəsəniz, istədiyiniz yerdən, istədiyiniz cümləni mənə verirsiniz, mən tərcümə edərəm. Yazarsınız, məsələn, deyərsiniz ki, mən bu, məsələn, buradakı there will be, have folk. Mən bu cümləni başa düşmədim. Yazsaz onu, mən sizə təbii ki, izahlayacağım. Yəni, ümumi mətni başa düşməsəz, sadəcə yazın ki, ümumi mətni mən tərcüməsini anlamadım. Mən sizə qısa müddət ərzində onun tərcüməsini, yəni görəcəm. Sadəcə vaxt məhdudiyyəti ərzində bəlkə gec yaza bilərəm. Amma çalışacağım ki, elə həmin an sizə cavab yazım. Elə vaxt itirmədən gəlin davam edək. Deyir ki, extreme weather conditions will continue in northern England. People will wake up to frost on the ground. There will be heavy fog in some areas, making it difficult to see while driving. This will clear by afternoon, but the temperatures will still low at around 55 degrees.
It's the coldest March temperature in last 10 years. Burada deməli hava şəraitindən, İngiltərədə olan hava şəraitindən danışır, dumandan danışır. Təbii ki, bura A variantı gedəcək. Yəni burada həm də görülür ki, son 10 il ərzində last 10 years baş verən soyuq hadisələr və burada da yəni soyuq daha doğrusu fəsil. Ona görə də 1-ə A tamamilə uyğun gedir. 2-də there will be extreme weather conditions including thunderstorms, heavy rain, strong winds and dust storms. Storms qasırğa deməkdir, yəni çirkli qasırğa. In southern and central Saudi Arabia and most of Yemen through at least August. Heavy rainfall over Yemen since the middle of July has already caused widespread flooding across the country. Burada təbii ki, Saudi Arabiyada və Yemendə olan avqustda olan hadisələrdən danışır. Yəni güclü yağış, güclü külək. Burada təbii ki, Y variantı gedəcək. Səbəb. Deyir ki, baxın. Dəqiqə. Most parts of the country, ölkənin çox hissəsi, burada ölkədən, yəni baxın, niyə ölkənin çox hissəsini götürürəm? Çünki burada deyir most of Yemen, Yemenin çox hissəsi. Su ilə əhatə olunub, düzdür. Bax, heavy rainfall, ağır yağışlar, heavy rain, güclü külək, nə bilim, ağır yağışlar. Artıq bu və deyir ki, daşqına səbəb olub. Deyir, şəhərin artıq ətrafında daşqına səbəb olub. Ona görə də dedi ki, yağışdan daşqına səbəb olur. Axı çox yağış yağanda, çox ətraf artıq su olanda daşqına səbəb olur. Ona görə də bura Y götürdük. Üçüncüyə baxıram. There will be mild temperature for this time of the year in the capital city Wellington between 10 and 14 degrees Celsius. It will be dry and cool for most of the day. There will be gales across much of the country at the weekend with winds blowing up to 25 meters in some areas. The speed of the wind will be 30-35 in the open sea. Some cruise ships have already cancelled their tours for Saturday. Buradan deməli mülayim havadan danışır. Wellingtonda dərəcə 10 və 14 dərəcədir. Deyir ki, çox gün quru və yaxşı olur. Amma həftə sonları artıq ölkədə güclü küləklər baş verir. Sürətləri də bu qədər olur. Ona görə də bəzi kruz, yəni səyahət edən gəmilər öz turlarını 6-cı gün üçün, bazar günü üçün daha doğrusu 6-cı gün üçün ləğv edir. Burada təbii ki, B variantı olacaq. B variantında strong winds have changed plans. Niyə deyir, güclü külək planları dəyişdi. Niyə plan bunu götürdüm? Çünki orada deyir ki, some cruise ships, bəzi gəmilər öz səyahətlərini dəyişdirirlər, ləğv edirlər və bu da nəyə səbəb? Səbəbi nədir ki, bunu ləğv eləməsinin? Güclü küləyin baş verməsi. Baxın, burada verib hanı? Gales. Gales güclü külək deməkdir. Ona görə burada B gedir. Dördüncüdə oxuyuruq. In the south of Azerbaijan, it will be lovely and sunny for most of the day, followed by some showers. Good news for our gardens after last week's dry weather. It will be windy throughout the week. Warm breeze will stay till end of the week. However, on Sunday, the wind will get stronger for a short period of time. Burada Azərbaycandan danışır, Azərbaycan cənumundan. Yəni burada hava yaxşı olur, bəzən küləkli olur və bu mehlər, yüngül mehlər deyir ki, həftə sonuna kimi davam edə bilir. Burada cavab deyək. D gedəcək. Plant and trees will enjoy the rain. Səbəb, çünki anam. Aha, deyir ki, good news for our gardens, bizim bağçalarımız üçün, yəni keçən həftənin quru havasından sonra yaxşı xəbər oldu da, yəni yağış yağmasına görə də bura D gedir. Mətni oxuduq. Deməli, true, false, not given. True deyir ki, düz ifadədir. False, səhv. Not given-da, yəni mətndə verilməmiş. Yəni verilməmiş qısasım. Uşaqlar biraz səsim tutulub deyə danışmaqda çətinlik çəkirəm. Ona görə bəzən öskürə bilərəm, üzr istəyirəm. Buna görə deyir ki, birincidə the temperature used to be lower than 50 degrees centigrade in March in the past 10 years. Deməli, burada deyir ki, used to be lower.
Xeyr, burada stay olacaq. Çünki o 5 dərəcədən aşağı bizlə qalır da martda. Özdə past yox, last olacaq. Yəni keçmiş 10 günə. Ona görə bir false-dur. Mətndə də verilmişdi. 2. Heavy fog has caused a lot of road accidents in North England. İngiltərədə ağır duman yol problemlərinə səbəb olurdu. Burada baxın, hanı İngiltərə? Burada belə bir şey verilməyib. Ona görə də not given olacaq. Not yazıram. Üçüncüdə, Southern and Central Saudi Arabia experienced the worst August in its history. Yəni tarixində ən pis belə deyək, Avqust ən pis ay elə bir məlumatdır verilməyib, not given. Dördüncü, in Southern and Central Saudi Arabia, extreme weather conditions won't last till late August. Xeyr, deyir ki, at slow, baxın burada, Yemen, slow at least August. Burada ifadələr əksdir, ona görə də 4 false olacaq. 5-də, in Wellington seasonal temperature is above normal. Deyir Wellington'da normal havadan daha yüksəkdir. O düzdür. Yəni mətndə də verilmişdir və düz ifadədir. 6-cı, there will be no rain during the day in Wellington. Deyir Wellington'da gün ərzində yağış olmur. Bəli, deyir ki, it will be dry and cool most of the day. Deyir günün çox hissəsi quru və sakit olur. Deməli, bu da true'dur. 7-də düzdür. In the south of Azerbaijan, there will be a short period of rain during the day. Gün ərzində qısa müddətdə yağış olur. Bəli, burada verilib. Warm breeze. Warm breeze yüngül meh deməkdir. Yəni yüngül qısa müddətli, daha shower da qısa müddətli yağış var. Burada da for a short of time. Ona görə burada true'dur. 8-ə baxıram. Warm but strong winds will blow till the end of the week in South Azerbaijan. Səhvdir. Səbəb, çünki deyir ki, till the end of the week yox, for a short time. Yəni qısa müddət ərzində. Tapşırıq 5-ə baxıram. Bunu partnerinizlə müzakirə edəcəksiniz bu sualları. Deyir, how often do you check the weather forecast? Deyir, nə qədər müddətdə sən, nə qədər hava şəraitini yoxlayırsan. Do you watch the weather forecast on TV or online? Televiziyada və yaxud da online mı izləyirsən? Do you think the weather forecast is reliable or not? Düşünürsən ki, hava məlumatı etibarlıdır, yoxsa yox? Have you ever experienced extreme weather? Sən heç ekstremal hava şəraitindən üzləşmisənmi? What types of extreme weather are the most common in your country? Hansı növ ekstremal hava şəraiti ölkəndə məşhurdur? Sualları təbii ki, partnerinizlə cavablayacaqsınız. 6-da story qoyacaqsınız, yəni hekayə quracaqsınız. Sadəcə, məsələn, hava şəraiti. Məsələn, yazasınız ki, bugün hava şəraiti mənfi, məsələn, 5 dərəcədəndir, yağış yağacaq, duman olacaq. Belə bir sizlərə ipucu verdim. Eyni şəkildə bunlarda davam edəcəksiniz. Ümid edirəm videomu bəyəndiniz, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.